Sağlamışam. Bugün sizlərə onurtda heyvanların həyat dövriyyəsi mövzusunun izahını verəcəm. Biz bilirik ki, təbiətdə canlılar müxtəlif yollarla çoxalırlar. Bəziləri kürü qoymaqla çoxalırlar, bəziləri yumurta qoymaqla çoxalırlar, bəziləri isə diri bala doğurlar və bunlar onurtda heyvanlara aiddirlər. Diri bala doğmaqla çoxalırlar. Çoxalma üsullarına görə bunlarda yumurta hüceyrələrində olan sarlığın miqdarı da fərqlidir. Bəzilərində sarlığı az olur, bəzilərində çox, bəzilərində isə orta olurlar. Sarlığı az olanlara, məsələn, sarlığı az olanlar əsasən ana inkişafı ana orqanizmin üzərində gedənlərdir. Bunlar az bunlara əsasən aiddir məməlilərdə neştərçə aiddir. Neştərçi də sadə quruluşda olduğuna görə sarlıq azdır. Sarlığı çox olanlara isə inkişafı orqanizmdən kənarda gedənlərdir. Sarlığı çox olanlara aiddir. Orqanizmdən kənarda hansılar gedir? Balıqlarda, kürü orqanizmdən kənarda inkişaf edir. Quşlarda yumurta qoymaqdan çox. Quşlar. Bir də məməlilər. Üzr istəyirəm. Bir də sürünənlər. Bir də suda quruda yaşayanlarda isə sarlığı ortadır. Nə azdır, nə çoxdur suda quruda yaşayan. Deməli, bir də inkişafa görə bətin daxili gedə bilər və yaxud da orqanizmdən kənarda mayalanma, məsələn, daxili mayalanma, bir də xarici mayalanma var. İki cür mayalanma. Həyat dövriyyəsi nədir? Həyat dövriyyəsi orqanizm ziqotdan başlayaraq yetkinliyə çatması və növbəti nəslə başlanğıc verməsinə qədər bütün inkişaf mərhələlərinin cəmidir. Yəni ki, orqanizm ziqotdan başlayıb, baxın balıqlara və yaxud suda quruda yaşayanlara görürük, ziqotdan mayalanma gedir, bax burada mayalanma getdi, ziqot əmələ gəldi. Ziqotdan başlayaraq düz orqanizm yetkin dövrə çatana qədər və yeni nəslə başlanğıc, artıq bu yeni nəslə başlanğıc verən qədər olan bir dövrdür. Deməli, həyat dövriyyəsi ziqotdan, baxın buradan ziqotdan, balıqlarda və yaxud da suda quruda yaşayanlar da bizim burada da kürü tökür, rüşeym əmələ, ziqot da mayalanmadan ziqot və ya rüşeym əmələ gəlir. Və bundan başlayaraq yetkinliyə çatması, baxın burada yetkinliyə gəlir, yetkin fərd, burada da balıqlarda yetkin fərd, yetkinliyə çatan və yeni nəslə başlanğıc verənə qədər olan dövrdür. Ziqotdan başlayaraq mayalanma getir, ziqotdan başlayaraq görürsən, müəyyən mərhələlər keçir, yetkin fərd halına gəlir və yetkin fərddən sonra da yeni nəslə başlanğıc verir. Buradan da yeni nəslə başlanğıc verən dövr orqanizm həyat dövrü. Buna orqanizmin həyat sikli də demək olar. Həyat dövriyyəsi, orqanizmlərin həyat dövriyyəsi nəslin davamlılığını təmin edir, genetik müxtəliflik yaradır və onun ətraf mühitə uyğunlaşmasını təmin edir. Bəzi heyvanların quruluşlarında yetkin dövrə çatana qədər bir sıra çevrilmələr baş verir ki, bu da metamorfoz adlanır. Metamorfoz sözü Yunan dilindən forma dəyişkənliyi kimi tərcümə olunur. Yazın üstünə yazın. Metamorfoz. Forma dəyişkənliyi. Yəni ki, orqanizm ziqotdan yeni fərdin yetkin fərdin əmələ gəlməsinə qədər bir dövr keçirdi və bu zaman əmələ gələn, məsələn, burada suda quruda yaşayanlarda görürük, metamorfozla gedir. Yəni ki, mayalanmadan sonra rüşeymlə çıxan süfrə, görürsünüz, yetkin fərdə bənzəmir. Dəyişkənliklə gedir. Süfrənin inkişafı yetkin fərdə bənzər. Müəyyən bir dəyişkənlik keçirəndən sonra yetkin fərdə bənzəyir. Bu isə metamorfoz adlanır. Burada bir fəaliyyət hissəsi verilib bizə. Fəaliyyətdə yazır canlılar qrupları yazılır. Yumurta qoyanlar, kürü qoyanlar, bala doğanlar. Həşəratlar necə çoxalır? Həşəratlar yumurta qoymaqla çoxalır.
Balıqlar kürü tökməklə çoxalır. Suda qurda yaşayanlar, qurbağalar, yəni onlar da kürü tökürlər. Sürünənlər, ilanlar yumurta qoymaqla çoxalır. Quşlar yumurta qoyur, məməlilər diri balır. Fikrinizcə nəslin sayı çoxalma üsulundan asılıdırmı? Bunun səbəbi nədir? Çoxalma üsulu asılıdır. Xarici və daxili mayalanma ilə gedir. Çoxalma üsulu keçir gedir. Xarici və daxili mayalanma. Bu da nəslin sayına təsir göstərir. Niyə? Səbəb odur ki, xarici mayalanmada çoxlu sayda qametlər əmələ gəlir. Ətraf mühitin əlverişsiz şəraitindən qorunmaq üçün çoxlu sayda qamət əmələ gətirir və bu zaman çoxlu sayda fərd əmələ gələ bilər. Daxili mayalanmada isə az qamət əmələ gətirir. Bu da orqanizm valideyn tərəfindən qorunur, yumurta hüceyrə qorunur. Ona nisbətən də az qamət əmələ gəlir və fərd sayda az olur. Yəni xarici mayalanmada daha çox nəsil sayı olur, daxili mayalanmada az nəsil sayı olur. Balıqların əksəriyyəti, burada balıqların həyat dövriyyəsinin artıq biz balıqlar sinfinin, suda qurda yaşayanlar sinfinin həyat dövriyyəsindən danışacağıq. Balıqların həyat dövriyyəsi, balıqların əksəriyyəti ayrı cinsiyyətli heyvanlardır. Onlar yalnız cinsi yolla çoxalırlar və mayalanma xaricidir, suda gedir. Deməli, burada şəkilə diqqətlə baxsaq, balığın yumurtalığı göstərilib. Yumurtalığın quruluşu, məsələn, yumurtalığın axarı bağırsaqdan arxada açılır və bağırsaqdan arxada yerləşir yumurtalıq. Diqqətlə eləsək, şəkilə diqqət eləsək, bunu öyrənməliyik. Əksər balıqların dişi fərdləri 2 yumurtalıq, erkəklərdə isə 2 toxumlu olur. Çoxalma dövründə yumurtalıqlarda kürlər adlanan yumurta hüceyrə əmələ gəlir. Deməli, balığın yumurta hüceyrəsi nə adlanırdı? Kürə adlanırdı və balıq çoxalma dövründə kürülərini suya tökür və bundan da toxumluqlarda erkək balıq, bu dişi balıqdır. Erkək balıqlarda isə spermatozoidlər adlanan ağ rəngli toxum mayesi əmələ gəlir ki, bunlar da çoxalma dövründə kürlərin üzərinə tökürlər toxum mayelerini. Və xarici mayalanması xaricidir. Mayalanmış kürələrdə sarılıq kisəsinə malik süfrələr çıxır və sarılıq ehtiyat qida maddəsi qurtardıqdan sonra onlar sərbəst qidalanmaya keçirir. Uşaqlar, burada diqqət eləsəniz balıqların inkişafında, bax burada kürünü göstərir. Balıqlar çoxlu kürü tökürlər. Yəni pərdə ilə əhatə olunmuş çoxlu sayda kür tökürlər və bunlar mayalanandan sonra, baxın burada mayalanmış spermatozoiddə ağ rəngli toxum mayesi bunun üzərinə tökülür və mayalanma baş verir. Mayalanmadan ilk olaraq nə əmələ gəlirdi? Zigot əmələ gəlirdi. Zigot əmələ gəlir. Zigotun içində isə müəyyən bölünmələr gedəndən sonra rüşeym inkişaf edirdi. Balıqların baxın, sarılıqla zəngin. Diqqətlə baxsaq, yumurta hüceyrəsi sarılıqla zəngindir. Sarılıqla zəngin. Sarılıq çoxdur. Çünki buna inkişaf xaricdə gedir. Anadan kənarda gedir və buna görə sarılıqla zəngindir ki, rüşeym qidalanması bax bu sarılıqdan baş verir. Sarılıqla qidalanacaq. Sonra rüşeym əmələ gəldi. Rüşeym isə yumurtadan çıxan rüşeym sürfə adlanır. Rüşeym böyüyüb yumurtadan çıxıb yumurtadan çıxacaq və sürfə adlanacaq. Sürfə, görürsünüz, burada sarılıqla hələ qidalanır. Sürfə hələ xarici qidalanmaya keçməyibdir. Sarılıq kisəsi ilə qidalanır. Üzərində baxın, sarılıq kisəsi var. Xarici qidalanmaya keçməyibdir. Və bu rüşeymlə mayalanma anından, bu zigotdan mayalanma anından bura qədər, yəni xarici qidalanmaya qədər olan dövr embrional dövr adlanır. Embrional dövr adlanır. Mayalanmadan xarici dövrə qədər olan dövr. Və bu embrional dövrdə rüşeym sarılıqla qidalanır. Görürsünüz, sarılıqla qidalanır. Buna görə də sarılığı zəngindir ki, xarici qidalanmaya qədər sarılıqla qidalanır. Və burada süfrə mərhələsi var. Deməli, balıqların süfrə mərhələsi var.
və sürfə də balıqlarda sürfə mərhələsi var və sürfə körpədən fərqlənir. Çünki körpə balıq artıq xarici qidalanmaya keçir və bunlarda körpə balıqda xarici qidalanmaya keçir, amma bunlarda yetkin balıq kimi cinsiyyət orqanları inkişaf etmir. Yəni körpənin də yetkin balıqdan fərqi cinsiyyət orqanlarını inkişaf etməməlidir. Və sürfədə isə körpədən fərqli olaraq, sürfədə xüsusi sürfə orqanları var. Burada xüsusi sürfə orqanları var. Körpə balıqda isə cinsiyyət orqanları inkişaf etməyibdir. Bu zaman körpə balıqda əmələ gələn enerji ancaq qidalanmağa və böyüməyə sərf olunur. Körpə balıqda əmələ gələn enerji qidalanma və böyüməyə sərf olunur və bunlarda burada yazıram cinsi orqanlar inkişaf etmir. İnkişaf etmir. Və körpəyə aiddir bu. Körpə balıqlarına aiddir. Artıq yetkin fərdə gələndə burada cinsiyyət orqanları inkişaf edər və əmələ gələn qidalanma zamanı əmələ gələn enerji artıq böyüməyə sərf olunmayacaq. Bu enerji artıq çoxalmaya sərf olunacaq. Cinsiyyət orqanları var və çoxalma üçün sərf olunacaq əmələ gələn enerji. Son keçək bu hissəyə. Köpək balıqlarının bəzi növlərində və skatlarda mayalanma daxilidir və erkək fərdlərdə adətən kopulyativ cütləşmə orqanları əmələ gəlir. Deməli, kopulyativ cütləşmə orqanları mayalanma daxil olan balıqlardır. Mayalanma daxil olan balıqlar köpək balıqları idi, skatlar idi. Onlar diri bala doğanlardır və rüşeym ana bətnində yumurta borusunun genişlənmiş hissəsində inkişaf edir. Doğulduğu anda müstəqil həyat tərzi keçirirlər. Deməli, diri bala doğan balıqlarda rüşeym yumurta borunun genişlənmiş hissəsində inkişaf edir və doğulur və bundan sonra müstəqil həyat tərzi keçirir. İndi isə suda qurda yaşayanların həyat tərzinə baxaq. Suda qurda yaşayanlar ayrı cinsiyyətli heyvanlardır bunlarda. Erkəklərdə cüt toxumluqlar, dişilərdə isə cüt yumurtalıqlar var. Çoxalma zamanı qurbağalar cütləşir, cüt-cüt ayrılırlar. Dişi qurbağalar balıq kürüsünə bənzər yumurtalar qoyur. Erkəklər isə spermatozoid olan maye buraxırlar. Və burada qurbağanın həyat dövriyyəsinə görəcək ki, qurbağa yetkin fərddir. Yetkin fərd kürü tökür. Kürünün üzərində qara pigmentlər vardır. Qara rəngli pigment var. Bu pigment var və bu pigmentlər, görsün burada qara pigment. Pigmentlər günəş şüalarının istiliyini udurlar və bu istilik də kürünün inkişafı üçün vacibdir. Və kürü mayalanandan sonra rüşeym əmələ gəlir və kürüdən 1-2 həftə keçəndən sonra rüşeymdən çömçə quyruqlar çıxır. Deməli, rüşeymlə çömçə quyruğun çıxması 1-2 həftə vaxt alır. Məsələn, qurbağada 1 həftədə olar, tritonlarda isə 2-3 həftədə vaxt ala bilirdi. Ümumi olaraq orta hesabına 2 həftə vaxt alır. Və çömçə quyruq çıxdı. Çömçə quyruq fikir versəniz qurbağaya bənzəmir. Yəni metamorfozla inkişaf edir. Qurbağanın inkişafı burada metamorfozla gedir. Tam dəyişikliklə gedir. Və çömçə quyruq yetkin qurbağaya bənzəmir. Sanki balığa bənzəyir. Çömçə quyruq balıqdan, məsələn, balığa bənzər xüsusiyyətləri onların yan xət orqanının olması, yan xət orqanının olması, bir qan dövranının olması burada var. Yan xət orqanı və bir qan dövranı 2 kameralı ürəyi olması. Çömçə quyruqda əvvəlcə arxa ətraflar inkişaf edir, daha sonra ön ətraflar inkişaf edir və sonra isə quyruq qısalır və
qurbağa şəklini alır, yetkin fərd şəklini alır. Bunlarda ağciyərlər və kiçik qan dövranı inkişaf edir. Buna quru həyat tərzinə keçməklə əlaqədar artıq ağciyərləri, bir də kiçik qan dövranı inkişaf edir. Kiçik qan dövranı inkişafla əlaqədar olaraq qulaqçıqlar arasında ara kəsmə yaranır. Quyruğu tədricən qısalıbdır burada və yeni yetkin fərdə çevrilir. Ümumi olaraq desək, çömçə quyruq yetkin fərdə çevrilənə qədər bir sıra metamorfozlar keçirir. Bunlardan əvvəlcə çömçə quyruqda qəlsəmələrlə tənəffüs edirlər. Çömçə quyruğuna xüsusi qəlsəmə ilə tənəffüs edirlər. Sonra suda yaşamaqla əlaqədar olaraq onlarda quyruq var, yan xətt orqanı var, balığa bənzər xüsusiyyətlər. Sonra bir qan dövranı var. Çünki ürək kameralar 2 kameralı ürəyi olur və bir qan dövranı olur. Buradan yazsaq, çömçə quyruğun xüsusiyyətləri. Bir qan dövranı, 2 kameralı ürək. Bir qan dövranı. 2 kamera olduğu üçün bir qan. Balıqlarda da elə eyni elədir. Bir qan dövranı. Sonra yan xətt orqanı var çömçə quyruqda. Balığa bənzər. Yan xətt orqanı. Çömçə quyruqda bundan başqa tənəffüsü, qəlsəmə tənəffüsü var. Qəlsəmə tənəffüsü. Qəlsəmə tənəffüsü var. Və çömçə quyruq bir müddət keçəndən sonra, hardasa bir müddətdən sonra çömçə quyruqdan yetkin fərd əmələ gəlir və yetkin fərdin əmələ gəlməsi üçün ilk olaraq arxa ətrafları çıxacaq, daha sonra ön ətrafları, quyruq qısalacaq, öz funksiyasını itirəcək və bununla əlaqədar su həyat tərzindən quru həyat tərzinə keçəcək və quru həyat tərzi ilə əlaqədar olaraq ağciyərlər inkişaf edəcək. Buna görə də 2 qulaqçıqlar arasında 2 kameralı ürəyi vardıq. Bir mədəcik, bir qulaqçıq. Qulaqçıqlar arasında ara kəsmə yaranacaq və 3 kameralı ürəyə keçəcək. 2 qan dövranı 3 kameralı ürəyə keçəcək. Bundan əlavə olaraq çömçə quyruqda xorda var. Xordası var. Xordası var və yosunlarla, çömçə quyruq dənizdə yosunlarla, bitkilərlə qidalanırlar. Sonra keçək sürünənlərin həyat dövriyyəsinə. Sürünənlər də ayrı cinsiyyətli heyvanlardır. Sürünənlər artıq quruda yaşadığı üçün çoxalması quruda gedir. Quru mühitə çoxalma ilə əlaqədar mayalanması daxil olur və bir cüt yumurtalıq, bir cüt toxumları olur. Erkəklərdə spermatozoid əmələ gəlir. Erkək fərd spermatozoid dişinin klavkasına ötürür və bunun üçün də cütləşmə orqanı vardır erkək fərddə və yumurta hüceyrənin mayalanması dişi yumurta borusuna gedir. Bax, xatırlatsaq, diri bala doğan balıqlarda da bu var idi. Yumurta hüceyrənin mayalanması dişinin yumurta borusunda gedirdi. Yumurta hüceyrənin mayalanması. Quru mühitlə əlaqədar yumurtalar qabıqlıdır və rüşeyin inkişafını təmin edən sarılıqla zəngin olurlar. Yumurtadan yetkin fərdə oxşayan bala çıxır. Yəni, sürfə mərhələsi yoxdur. Bunlarda düzünə inkişafdır. Deməli, sürünənlərdə inkişaf düzünə. Düzünə inkişafdır. Amma suda burada yaşayanlar dolayı inkişafdır. Balıqlarda da dolayı inkişafdır, sürfə mərhələsi vardır. Düzünə inkişafdır. Quru mühitlə əlaqədar yumurtalar qabıqlıdır və rüşeyin inkişafı üçün sarılıqla zəngin olur. Yumurtadan yetkin fərdə oxşayan bala çıxır. Bəzi sürünənlər gürzə diri bala doğmaqla çoxalırlar. Diri bala doğan sürünənlərdə də rüşeyin inkişafı yumurta borusunda gedib və burada tamamlanandan sonra diri bala doğurlar. Sonra burada quşların inkişafına baxaq. Quşların inkişafı da, quşlar da ayrı cinsiyyətli heyvanlardır. Bunlarda da mayalanma daxili gedir və yumurta borusunda mayalanma gedir. Dişilərdə məsələn sol yumurtalıq inkişaf edir. Sağ yumurtalıq isə
sağ yumurtalar qalıq halında qalmışdı. Bu da onun üçündür ki, bunlar uçmaqla əlaqədar olaraq bədən çəkisinin yüngülləşməsinə görə sağ yumurtalıq inkişaf etməyibdir. Tək bir dənə sol yumurtalıq inkişaf edibdir. Erkəklərdə isə bir cür toxumluq olar. Deməli, dişilərdə bir yumurtalıq, erkəklərdə bir cür toxum, iki toxumluq var. Sağ yumurtalığın inkişaf etməməsinə səbəb də onlar uçma ilə əlaqədar olaraq bədən çəkisinin yüngülləşməsidir. Çoxalma orqanlarının axarları klaukaya açılır. Uşaqlar, sürünənlərdə də klaukaya açılır. Onlarda da çoxalma orqanları klaukaya açılırdı. Bəzi quşlarda, məsələn, quşlarda iki cür, məsələn, ətçə balalı quşlar var, bir də cücə balalı quşlar var. Bəzi quşlar toyuqlardır, ördəklərdir. Bundan əlavə deyə bilərəm, dəvə quşlardır, durna kimlərdir, qazlardır. Bu da dəvə quşlar, qazlarda. Doğularkən bədəndə qul ələkləri var və bu qul ələklərinin örtülü olur, gözləri açıq olur. Bunlar cücə balalı quşlar olurlar. Bəziləri var ki, sərçələrdir, göyərçinlərdir. Bunlar, məsələn, tutuquşu da buna deyə bilərəm, tutuquşu. Bunlarda isə doğularca ətçəbala üzəri tüksüz olur. Baxın, burada eyni ətçəbala üzəri tüksüz olur, gözləri bağlı olur və bir müddət lazımdır ki, bunlar doğulan anı, yəni ətçəbala şəklində olurlar, tüksüz. Bir müddət keçəndən sonra onlar artıq gözləri açır və hərəkət eləməyə başlayarlar. Burada şəkildə sərçənin həyat dövriyyəsi verilibdir. Yumurtası qoyulur. Yumurtadan sərçə ətçə balalar quşlara aid idi, yetkin fərdə. Bu şəkildə isə sürünənlərin yumurta borusunun quruluşu verilibdir. Burada birinci yumurtalıqlardır, yumurtalıqlar. Yumurtalıqdan sonra buradan mayalanmış yumurta hüceyrənin yumurta borusunda hərəkəti. Bax, bu yumurta borusudur. Yumurta borusu da gəlir, klaukaya açılır. Deməli, ilk olaraq yumurtalıqlar, yumurtalıqdan yumurta borusu gəlib hara açılır? Klauka. Bu isə klaukadır. Klaukaya açılır. Burada yumurta mayalanması göstərilir. Yumurta hüceyrə yumurta borusuna düşür. Yumurta borusunda mayalanma gedir. Mayalanma gedəndən sonra yumurta borusunun daxili divar tərəfindən, xüsusi vəzlər tərəfindən zülal sintez olunur və bu zülal yumurta sarısının üzərini örtür. Və yumurta sarısını, baxın, burada yumurta ağı əmələ gəlir. Yumurta sarısının üzərini örtür, bu zülal yumurta ağını əmələ gətirir və yumurta borusundan bundan əlavə olaraq yumurtanın üzərində kirəc təbəqə ilə örtülür, qabıq əmələ gəlir və bundan sonra da klaukaya açılır. Bu yumurta tam formalaşır, klaukaya düşür, klaukadan da xaric olunur. Burada yumurtada rüşeyimin əmələ gəlməsi göstərilir. Bu toyuqlar, quşlarda da belədir. Sürünənlərdə də, quşlarda da bu cürdür. Burada fikir verin, rüşeyim əmələ gəlir. Sarılığın bir kənar hissəsində rüşeym əmələ gəlir və rüşeym əmələ gələndən yəni formalaşması sarılıqdakı ehtiyat qida maddələr. Baxın, bu da sarılıq. Sarılıqda ehtiyat qida maddələrinin hesabına rüşeym formalaşır və sarılıq bitənə yaxın artıq bitdi sarılıq, rüşeym tam formalaşdı və bundan sonra yumurta demək olar, yumurtadan çıxmağa tam hazır yeni orqanizm əmələ gəlir. İndi isə məməlilərdə inkişafa baxacaq. Məməlilər də ayrı cinsiyyətli heyvanlardır. Onlarda da erkək və dişi fərd var və bunlarda da məməlilər əsasən 3 qrupa bölünür. Yumurta qoyan məməlilər, kisəli məməlilər və plasentalı məməlilər. Bir cüt toxumluq, bir cüt yumurtalıq var bunlar məməlilərdə. Və diri bala doğma ilə əlaqədar olaraq ali məməlilərin əksəriyyətində yumurtalıq nisbətən kiçikdir. Orada inkişaf edən yumurta hüceyrə mikroskopik ölçüyə malikdir. Yumurtalıqlar, niyə üçün yumurtalıq kiçikdir, mikroskopik ölçüyə malik? Çünki bunlarda
yeni nəsil inkişafı balalıqda gedir. Yəni balalıqda getdiyi üçün daxili mayalanmadır və inkişaf da orqanizmdən kənarda getmir. Ana orqanizmin üzərində gedir və buna görə də sarılığa ehtiyac yoxdur. Yumurta hüceyrələrdə mikroskopik ölçüdür. Ona görə də mikroskopik ölçüdədir. Sonra məməlilərin mayalanma daxil olur, yumurta borusunda gedir mayalanma. Uşaqlar, yumurta borusu bax budur, bunun davamıdır. Burada şəkildə tam göstərməyib, bax buralar yumurta borusudur. Və yumurta mayalanması bax bu boruda gedir. Mayalanma burada gedir. Və mayalanmış yumurta hüceyrə buradan bölünməyə başlayır. Burada artıq mayalanır və buradan artıq bölünməyə başlayır. Və rüşeymə çevrilir. Deməli, rüşeym artıq boruda əmələ gəlir. Yumurta borusunda əmələ gəlir. Rüşeym balalığa düşüb, onun əzələli divarına yapışır. Sonraki inkişafı elə balalıqda da gedir. Bax, rüşeym artıq burada mayalanma getdi. Mayalanmış yumurta hüceyrə artıq bölünməyə başladı. Rüşeym əmələ gəldi. Burada rüşeym əmələ gəldi. Rüşeym artıq bundan sonra balalığa düşəcək. Balalığa düşəndən sonra 1-2 gün balalıqda qalandan sonra artıq burada implantasiya dövrü başlayacaq. Rüşeym balalığın divarına yapışacaq. Bu balalıqdır, bu hissə balalıqdır və balalığın divarına xovlar vasitəsilə rüşeymi əhatə edən baxın qişa var və bu qişa rüşeymi əhatə edən qişadır. Əhatə edən və bu qişan bir kənarından xovlar vasitəsilə balalığın divarına yapışacaq. Bu isə xovlardır. Yapışır balalığın divarına və bu xovlar plasenta və ciftə əmələ gətirirlər. Rüşeym də bu plasenta və ciftlə qidalanır. Bax, göbək ciyəsi vasitəsilə bu rüşeymdir. Rüşeym artıq dölə çevrilir. Bu da böyüyüb orqanizm. Əvvəlcə çox kiçik olur, sonra böyüyüb artıq burada dölü göstərir. Dölə çevrilir. Rüşeym buradan xovlarla qidalanır. Sonra baxın, göbək ciyəsi vasitəsilə buradan döl artıq balalıqdan ana orqanizmdə olan qida maddələrlə qidalanır. Amma bu ali məməlilər, diri bala doğan məməlilərə aiddir. Bəzi məməlilər isə, məsələn, yumurta qoyan məməlilər, ördək burun görür, yumurta qoyan məməlilər də vardır ki, bunlarda inkişaf ana orqanizmdən kənarda gedir. Yumurta qoymaqla çoxalır. Yumurtaları çox böyük olmur. Ondan çıxan balalar da 2 santim olur. Amma sarılıqla zəngindir bunlar yumurtalar. Çünki bunlarda yumurtalıqda anadan kənar inkişaf etdiyi üçün sarılıqla zəngindir, amma çox da deyil sarılığı. Çünki bunlar əsas inkişafı ananın orqanizminə gedir. Yumurtada üzərində bir 10 gün falan küt yatırlar. 10 günə yaxın küt yatırlar. Əsas yumurtanın inkişafı anada gedir və 10 gün yumurtadan çıxanda küt yatırlar. Üzərləri tüklərlə örtülüdür. Ağızları quşlardakı kimi dimdiyə bənzəyir, bəlkə sümükləşmişdir, dimdiyə bənzəyir. Dişləri bununla əlaqədar olaraq da dişi yoxdur. Bunlarda ayaqlarında, məsələn, ətraflarında üzmə pərdəsi var, görürük. Suda və ya qurda yaşayır. Həm suda, həm də qurda yaşayır. Çoxalmaq üçün qurdaya çıxırlar. Yarımsu həyatı keçirir deyə. Yarımsu həyatı keçirir. Üzmə pərdəsi var, üzmə pərdəsi. Çoxalma üçün quruya çıxırlar bunlar. Balalarını südlə bənzəyir, südlə qidalandırır. Üzərində sıx tük örtü ilə örtülüdür. Məməlilərə aid xüsusiyyətdə tük örtü ilə örtülü olmaq. Balalarını süd vəzləri amma yoxdur. Süd vəzləri yoxdur. Süd ümumi bədəni üzərinə açılır və bunlar da bədəndən qidanı, südü yalamaqla həyata keçirilir, qidalanmanı. Başqa kenguru var buradakı şəkildə görsən. Bu isə kisəli məməlilərə aiddir. Kisəli məməlilərdə plasenta çox zəif inkişaf edir və yaxud da ki, olmur. Bala doğularkən çox zəif olur. Balanın əsas inkişafı kisənin içərisində gedir. Doğulandan sonra kisəyə daxil olur. Kisənin içərisində qidalanır, südlə bəslənir, qidalanır və bundan sonra kisədən xaric olunur.
Burada kisəli məməlilərdə, məsələn, ördək burundan başqa kisəli məməlilərdən yexitna da vardır ki, yexitna torpağın altında yaşayır. Onlar da yumurta qoymaqla çoxalır. Yumurta qoyan məməlilərdəndir. Və yumurta qoyandan sonra yumurtanın inkişafı, məsələn, ördək burun yumurtanın üzərində küt yatır. Amma ördək burun küt yatır, yefitnalar isə yumurtası onun kisəsinə qoyur və kisəsində inkişaf edir. Yumurta qoyan məməlilərə aiddir. Ördək burada yexitna hər ikisi. Sonra gəlin çalışmalara baxaq burada. Öyrəndiklərinizi tətbiq edin. Balıq və sürünənlərin həyat dövriyyəsini müqayisə edin. Aha. Deməli, balıqlarda, sürünənlərdə həyat dövriyyəsi burada hər oxşar xüsusiyyətlərini yazsa, hər ikisi onurğalı heyvanlardır. Hər ikisində onurğa var və soyuqqanlıdır. Fərqli xüsusiyyətini yazsaq, balıqlarda süfrə mərhələsi var. Süfrə. Yəni ki, dolayı inkişaf. Sürünənlərdə düzün inkişaf. Süfrə mərhələsi yoxdur. Düzünə inkişaf. Sonra balıqlarda sürünənlərdə düzün inkişafdır. Balıqlar kürü qoymaqla, sürünənlər yumurta dökməklə çoxalır. Balıq kürü qoyulur. Bunlarda isə yumurta. Balıqlarda xarici maylanma, sürünənlərdə daxili maylanma. Burada gəlir plasentalı məmələrin həyat dövriyyəsi, balıq və sürünənin həyat dövriyyəsi nə ilə fərqlənir? Plasentalı məməlilərdə həyat dövriyyəsi, plasentalı məməlilərdə inkişaf daxildə gedir. Balıq da, məsələn, inkişafı daxilidir. Balıqlarda xaricidir, sürünənlərdə isə onlarda da daxilidir. Ancaq plasentalı məməlilərdə plasenta var və bunlar qidalanması, yeni əmələ gələn orqanizmin qidalanması anadan qidalanırlar, valideyndən qidalanırlar. Balıqlar və sürünənlərdə isə ya sürünənlərdə sarılıqla qidalanırlar, balıqlarda isə anadan kənarda, bunlarda hər ikisində qidalanma sarılıqla gedir. Yeni plasenta isə ananın bədənindən, qanından, ana qanından qidalanır, orqanizmdən qidalanır. Xüsusiyyətlə üstünlükləri və çatışmamazlıqları nələrdir? Plasentalı məməlilərdə üstünlüklər odur ki, plasentalı məməlilər ana orqanizmdə olur, ana orqanizm onu qoruyur, ana orqanizm onu tam olaraq inkişaf edib xaricə çıxırlar. Ancaq üstünlükləri budur ki, ananın orqanizmində gedir. Çatışmamazlıqları da odur ki, sürünənlərdə, məsələn, balıqlarda xaricdə mayalanma baş verdiyi üçün ola bilər, bəziləri məhv ola bilər. Sürünənlərdə, məsələn, yumurta inkişafı əgər lazımi temperaturda, lazımi şərait olmaqda yumurtalar da inkişaf edə bilməz. Sonra öyrəndiklərinizi yoxlayın. Kisəli məməlilərlə plasentaların əsas fərqləri hansılardır? Kisəli məməlilərdə plasenta cift inkişaf edə bilər və yaxud da zəif inkişaf edə və yaxud da inkişaf etməyə bilər kisəli məmələr. Yəni ya zəif inkişaf edir, ya da inkişaf etməyə bilər. Və yeni əmələ gələn orqanizm doğulan kimi çox zəif olur və bu zəif tez kisəyə düşür və kisədə inkişaf edib ondan sonra xaric olunur. Plasentalı məməlilərdə isə ana orqanizmdə tam inkişaf edib xaric olur yeni əmələ gələn orqanizm. Plasentalılarda rüşeyin inkişafı kisəlilərin rüşeyin inkişafına nə ilə fərqlənir? Fərqliliyi budur. Yəni, izah etdik. Nə üçün ördək burun məməlilərə yox, sürünənlərə və quşlara daha yaxındır? Çünki xarici görünüşünə görə, birincisi yumurta qoymağına görə quşlara yaxındır. Onun ağzının quruluşuna görə quşlara yaxındır. Dişləri yoxdur ağız quruluşuna görə. Sonra yumurta qoymaqla çoxalır. Sürünən və quşlar kimi hər ikisi də yumurta qoymaqla çoxalırlar.
Başqa orqanizmin bir də yeni fərdin inkişafı orqanizmdən kənarda gedir. Dərsimiz bu qədər.